Paytaxtın Nərimanov rayonunda quldurluq hadisəsi baş verib. Naməlum şəxs sifariş verdiyi qızıl zinət əşyalarını kuryer qismində ünvana çatdıran zərər çəkənə bıçaqla xəsarət yetirib və məhsulu götürərək hadisə yerindən uzaqlaşıb. Nərimanov rayon polis idarəsinin 16-cı polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı Mehman Maksudov müəyyən olunaraq saxlanılıb. Onun üzərindən narkotik vasitə, marixuana və psixotrop maddə metamfetamin də aşkarlanıb. Mehman Maksudovun quldurluq əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan lent alınıb. Şöbə əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isə paytaxt sakininin Vaz 2107 markalı avtomobilini qaçırmaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 32 yaşlı İbrahim Məmmədov da saxlanılıb. Qeyd edək ki, İbrahim Məmmədov qaçırdığı avtomobillə qəza törətdikdən sonra hadisə yerindən uzaqlaşıb. Araşdırmalarla onun bir müddət əvvəl daha 2 nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarını və bir yük avtomobilinin akkumulyatorunu oğurladığı da məlum olub. Araşdırmalar davam etdirilir.